Ağzı da mənə kömək edir. Arzu, keç bura. Keçərəm bura. Neçə dənə ip var burada? 3. 1, 2, 3. 6-dır. 3. Hansı rəngdədir iplər? Qırmızı, göy, ağ. Deməli, 3 dənə ipdir. Əlbəttə tamaşaçılar. Qırmızı, göy, bir də ağ. Bəli. Arzu, mən bu ipi burada düyünləyirəm. Əcəb edirsən. Sonra sürdün mənə deyərsən. Axırda söz verirəm ki, sənə çox söyləyəcəm. Bunu düyünlədim. Düyünlədim. Bu ikisini də bir-birinə düyünləyirəm. Düyünlədim. Diqqətlə baxırsan mı? Aha. Ayısı oldu. Deməli, 3 dənə ip, üçünü də bir-birinə düyünlədim. Nə oldu? Düyünlədim. Oldu uzun ip. Oldu bir-birinə bağlı. Deməli, 3 rəngli, üçü də bir-birinə bağlı. Qırmızı, ağ, bir dənə göy. Ayısı oldu. Əlimdə nə var Arzu? Sənin əlində işlə heç vaxt Əlimdə nə var? heç vaxt heç nə olmur əlində. Ancaq burada sehirli duz var. Bu foksu... Yeməlidir. Yox, sehirli duzdur. Bu foksu göstərmək üçün həmin duzdan istifadə edir. Bax, diqqətlə bax. Düyünlər möhkəmli yerindədir. Mənə elə gəlir möhkəmdir. Ayso, yəni açın gözəl. İpi yığıram ovucuma. Yığırsan ovucuma. Ayso, yığıram ovucuma ipi. Yığırsan. Yığdım. Sonra sehirli duzdan üstə səpirik. Səpirsən. Deməli, 3 dənə ip bir-birinin arasında düyünləri gəlir bir-birinə. Mütləq. 100%. Deməli, sehirli duzda səpəndə nə olacaq görək? Tut görün buradan. Olur. Yavaş çək. Nə olur? Görəcəksən nə olacaq. O. Eyni ipdir, amma Düyün yoxdur ki. 3 hissəsi ayrı rənglərdə. Ayso, deməli, nə oldu? Oldu bu əla. İndi Arzu, bir dənə